Əldə etdiyimiz məlumata görə 27 yaşlı gənc ərazidən keçərkən ayağı sürüşüb və gördüyünüz kanalizasiya quyusuna düşüb. Ərazidə işləyənlərdən öyrəndik ki, oradan keçən kanalizasiya quyusu illərdir bu küçədədir. Gün ərzində sözü gedən ərazidən tikinti materialları daşınır. Ehtimal olunur ki, 27 yaşlı Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb. İtkin düşən gəncin yaxınları da hadisə yerində axtarışın nəticəsini gözləyirdilər. Onların sözlərinə görə Cümşüdlü ötən gün axşam saatlarında evdə olub. Ona zəng gəlib və marketə düşmək adı ilə evdən çıxıb. 27 subaydı, evlənməyib. Harada yaşayıblar? Nərimanov rayonunda? Xeyr, Binəqədi rayonunda, Bilədlərdə. Heç kəsin xəbəri olmuyor. Şu marketə, mağazinə, nəyisə alıb evə qayıtma əvəzinə zəng olub, nə olsa çıxıbdır. Hadisədən necə xəbər? Şəhərə yaxın. Sizə kim zəng elədi? Axtardıq özümüz polis idarəsində. 27 toy pulu qaldı. Akşam ben onun toyundan bahsediyorum. İtmançı, təhsilli, vəzifəsində oturan. Fövqəladə Hallar Nazirliyindən Xəzər xəbərə bildirildi ki, 112 qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu Baksol yolu adlanan ərazidə bir nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri çağırış üzrə cəlb olunub. Axtarış, xilas etmə işləri davam etdirilir. Sevinç Vaqif qızı, Namiq Hüsiyev, Xəzər xəbər.